Məşhur İtalyan rəssamı Leonardo da Vinci'nin uzun müddət yox olmuş sayılan Dünyanın Xilaskarı tablosu 1688-ci ildə üzə çıxdı və Gerçog Beckingham'in kolleksiyasına daxil oldu. Tablonu Leonardo da Vinci'yə Fransa kralı 12-ci Ludovik sifariş etmişdi. 1763-cü ildə tablo yenə gözdən itdi. Sonra məşhur İngilis kolleksioneri Frederick Cook'un kolleksiyasından çıxdı. Onun nəslinin nümayəndələri 1958-ci ildə auksionda tablonu 45 franka satdılar. 2000-ci ildə isə Avropa və Amerika Birləşmiş Ştatlarının ekspertləri tablonun həqiqətən də Leonardo da Vinci'yə məxsus olduğunu bildirdilər. 2011-ci ildə Londonda sərgidə Rus milyoneri tablonu 127,5 milyona aldı. 2017-ci ildə isə Christie auksionunda tablo 450 milyon dollara satıldı və dünyanın ən bahalı əsəri sayıldı. New York Times qəzeti tablonun Saudiya Ərəbistanının şəhzadəsi Muhammed Ben Salman tərəfindən alınmasını xəbər verdi. 2019-cu ildə aydın oldu ki, şəhzadə onu öz yaxtında saxlayır.